Salam, hər vaxtınız xeyir olsun. Bugün ən asan, ən dadlı, qaymaqlı biskvit tortunun hazırlanmasını bölüşürəm. Öncəliklə qaba 1 stəkan şəkər tozu, 6 ədəd yumurta, 1 çimdik duz əlavə edib bunları ağarana qədər qarışdırıram. Yumurta ilə şəkər tozu ağarana qədər qarışdırdıqdan sonra üzərinə 2 stəkan un əlavə edirəm. Unla 2 xörək qaşığı ayırıram. Üzərinə 1 paket vanilin, 1 paket qabartma tozu əlavə edib ələyərək ehtiyatlı bir şəkildə qarışdırıram. Çox gözəl bir biskvit xəmiri alındı. Xəmiri 3də 1 hissəyə ayırıram. Bir hissənin üzərinə 1 xörək qaşığı un əlavə edib qarışdırıram həll olana qədər. Digərinin üzərinə 1 xörək qaşığı kakao əlavə edirəm. İstəsəniz xəmiri tam 2 yerə ayıra bilərsiniz. Mən ağ hissəni çox, şokoladlı hissəni biraz az götürdüm. Beləcə xəmirlər artıq hazır olduqdan sonra pengvin paketdən istifadə edirəm. Paketi rahat olsun deyə bir qaba yerləşdirirəm. Paketin içərisinə öncə ağ xəmirin yarısını əlavə edirəm. Daha sonra bütöv şokoladlı xəmiri əlavə edib üzərindən də qalan ağ xəmiri əlavə edirəm. Beləcə artıq hazırdır. Bişirəcəyim qaba yağlı kağız yerləşdirmişəm. Paketin bir hissəsindən kəsirəm. Xəmiri bişirəcəyim qaba əlavə edirəm. Qabın ölçüsü 26 santimlikdir. Öncədən isitdiyim 160 dərəcəlik sobada 40 dəqiqə bişirirəm. Bişdi artıq. Soyduqdan sonra qabdan çıxardıram. Biskviti 3 hissəyə ayırıram. Biskvitin hazır şəklinə də baxa bilərsiniz. Necə gözəl, şokoladlı, rəngarəng biskvit alınıb. Biskvitlərin üzərindən biraz əlimlə ovub, ovantı götürürəm. Ovantı da artıq hazırdır. Tort daha dadlı olsun deyə biraz çiyələk, biraz da gavalıdan istifadə edirəm. Dondurulmuş meyvələri blenderdan keçirib püre halına gətirirəm. 300 qram qaymağı da bərkiyənə qədər qarışdırıram. Üzərinə 100 qram qatlaşdırılmış süd əlavə edib bunları da həll olana qədər qarışdırıram.
Krem de artık hazırdır. Çok güzel. Krem alındı. Başlayıram tortu yığmağa. Biskvitə öncə hazırladığım meyvə şirəsindən əlavə edirəm. Hər qatını bolluca kremləyib üst-üstə yığıram. Tortun üzerini ve kenarını kremledikten sonra ovuntuyla her tarafını örtürəm. Tort hazır olduktan sonra bir gün saxlayıram. Yumuşaq, çok dadlı, asan hazırlanan bir tort alınır. Beğendinizse siz de hazırlayıp yoxlayın. Videomu izleyip rəy yazan herkese çok teşekkür ederim. Yeni videolarda görüşene dek sağ olun.